Bax, bu gördüyünüz ağaclar 14 ildir ki məhsula oturmur. Napolyon ağaclarıdır, yerli cağaltı üzərindədir və hektar yarım ərazidir və 14 ildir ki məhsula oturmur. Bu haqda keçən illər video çəkmişdim. Bu illəri sonuncu şans verilir. Əgər bu ildə tutum olmasa, mən bu ağacları kəsəcəm və bu bağı çıxardacağım. Düzdür, istəməzdim heç bir halda, yəni bir bağban üçün xeyirli bir şey deyil. Amma belə bir ağacların saxlanması da, yəni nə qədər saxlamaq olar. Ancaq xərcdən başqa heç nə vermir. Baxın, Gizellada bu boyda budaq almaq üçün biz nə qədər əziyyət çəkirik də. Baxın, dərmanı, qulluğu, kirbafqası. Amma bunda hər bir şey var. Baxın budaqlarına, çiçəklərinə baxın. Yəni bəzi izləyicilərimiz soruşur ki, bəlkə çiçəklənmədə problem var. Çiçəklənmədə heç bir problem yoxdur. Artıqlaması ilə də çiçək açılır. Yəni bundan artıq çiçək nə qədər olmalıdır ki? Və tutum yoxdur. Bilmirik nəyə görə tutum yoxdursa. Baxın, çiçəyə baxın. Yəni maşallah olsun. Düzdür, maşallah bilmirəm nəyinə deyirəm. Onsuz da tutmur. Baxın. Əgər bu illəri tutum olsa mən sizinlə paylaşacağım. Hər bir halda paylaşacağım. Tutum olsa da paylaşacağım, olmasa da. Tutum olsa meyvəsini çəkib paylaşacağım. Nə qədər məhsul verdi. Tutum olmasa necə bağı kəsirəm, çıxardıram və yeni bağ salacağım. Onu inşallah sizinlə paylaşacağım.